gecesi, yayın ahır ay, ahır haftası. Sonra duyulacak hayat nefesi, ele ötüşecek fesilin sonu. Sonra duyulacak hayat nefesi, ele ötüşecek fesilin sonu. Ama ötüşmeyen kalbin pay. Sanat Balkonu Teşkilat Elbistan Şahsiyetin Uzatı Brigadan yaranmasını 23. yıllarına kaç olmuş mitinge durmuştur. Elbistan Geregeles Balkon Temel. Sağ ol asker! Bizi Elbistan yaranmasının 23. münasebetiyle tebrik ederim. Azat! Azat! Ümürlü liderimiz Ulu Önder Heydərliyevin Azərbaycan Respublik müstəqili uğrunda şehit olan xatirəsinin bir dəqiqəyə sükutu yad edilməsi. Sizi beyefendi ettiğiniz kolektivi Elbistan yaranmasının 23. dönemi münasebetiyle səmimi qəlbdən tebrik ederim. Müasir Azərbaycanın kurucusu ve memarı halkımızın ümür lideri Heydərliyevin siyasi kursunun layıklı davamcısı Azərbaycan Respublikası'nın İlham Əliyev rəhbəri altında müstəqilimiz təhlükəsi naminə şərəfli xidmətçiyə görə möhkəm can sağlığı, büyük uğurlar arzu edirəm. Azərbaycan Müdafiə Naziri General Polkon Zakir Əsanov Baş Qərargahçısı General Polkon Necməddin Sədiqov. Korps komandanı Çatırmaç Polkon Məmmədov söz verir. Yoldaş zabitler, gizliler, çavuşlar ve askerler. Sizi 3 Mart Hərbi hissənin yaranması günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qarşımıza koyduğu tələblərə uyğun olaraq xidməti borcunuzu layiqincə yerinə yetirəcək, döyüş hazırlığının və mənəvi ruhun yüksəldilməsində səylərinizi daha da artıracaq, hər an Azərbaycanın dövlət müstəqilliyinin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə döyüşə hazır olacaqsınız. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə saadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram. Hörmətlə 1-ci Ordu Korpusun komandiri General Mayor Hikmət Həsənov. Cənab zabitlər, hörmətli qonaqlar, gizli üç çavuş əsgərlər. Bugün hərbi hissəmizdə en əlamətdar günlərdən biridir. 3 Mart hərbi hissənin yaranması günüdür. Mən bu bayram münasibətilə komandanlıq adından hər birinizi səmimi qəlbdən təbrik edirəm. İcazənizlə hərbi hissənin yaranması tarixi və keçdi döyüş yolları barədə qısa olaraq nəzərə çatdırın. Hərbi hissənin yaranma tarixi Azərbaycan ordusunun yeni yarandığı dövrdə düşmüşdür. Azərbaycan öz ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı yaradılmış kiçik dəstələr özü müdafiə taburları tərəfindən müdafiə olunurdu. O zaman Azərbaycan vahid komandanlıq və mərkəzi idarə olması ehtiyac var idi. Elə bu səbəbdən Azərbaycan ordusu quruculuğunu inkişaf etdirməsi, ərazi bütövlüyünün qorunması və hərbi birləşmələrin döyüş hazırlığını gücləndirməsi məqsədilə 3 Mart 1992-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrinə əsasən hərbi hissə yaradıldı. Hərbi hissə yarandığı ilk günlərdən üzünə düşən vəzifələri öhdəsindən layiqincə gəlmiş, verilən döyüş tapşırıqlarını vaxtında yeni yetirərək Ağdam, Ağdərə bölgələrində gedən döyüşlərdə cəsarət və mərdlik göstərmişdir. Aparılan qanlı döyüşlərdə zamanı hərbi hissəmizin cəsur döyüşçüləri minlər əskər və zabitli 100-dən çox döyüş texnikasını məhv etmişdir. Hərbi hissəmizin apardığı döyüşlər zamanı hərbi hissəmizdə itkəd olmuşdu. Belə ki, torpağımızın qoruması və ərazi bütövlüyü uğrunda hərbi hissəmizin şəxsiyyəti yüzlər hərbi qulluqçu vətən uğrunda şəhid olmuş və yaralanmışdı. Göstərdikləri qəhrəmanlıq sücayətə görə onlar hərbi qulluqçu Azərbaycan Respublikasının yüksək təklif adlarına layiq görülmüşdür. 8 nəfər hərbi qulluqçu ən yüksək ada Azərbaycan Milli Qəhrəman adına layiq görülmüşdür. Bugün də hərbi hissəmizin şəxsiyyəti mərdlik və cəsarət göstərərək düşmənə üz-üzə duraraq döyüş tapşırığını yerinə yetirir. Belə bugün də bəzi kədərlərimizdən hallarımız olur ki, düşmən tərəfindən atılan atəşlərində öz radarımızla itkilir. Amma biz elə etməliyik ki, daha itkilərimiz olmasın. Hər zaman qələbə əzmi ilə qabiliyyətlə doğru ilerləməliyik. Mən bir daha
hər birinizi hərbi hissəmizin yaranması günü münasibətilə komandan adından təbrik edirəm. Sizə can sağlıq, çətin şərtdə peşədə uğurlar arzu edirəm. Buna əvvəl olaraq çatdırmaq istəyirəm ki, bu hərbi hissənin çox şərəf yolu olub. Buradan çoxlu ali zabitlər çıxıb. Onlar adından sizə hamınızı təbrik edirəm. Sizə uzun can sağlıq, ümidvaram ki, bir tutduğumuz məqamımıza da layiqcə vətənimizə xidmət edəcək. Çox sağ olun, minnətdarım gözə görə. Tərtər olan icra başçısı Müstəqim Məmmədova. Gizirlər, əskərlər, ilk öncə icazə verin, bugün Azərbaycan xalqının ən müqəddəs bayramlarından olan Novruz bayramının ikinci sərşənbəsi, o sərşənbəsi, o münasibətlə sizləri, sizin simanızda bütün Azərbaycan əskərlərini, elədə də bütün Azərbaycan xalqını bu bayram münasibətlə təbrik edim. Sizə uzun ömür, can sağlığı, işlərinizdən fəaliyyətlər arzu edim. Əziz əskərlər, hamıya məlumdur ki, Azərbaycan artıq bir neçə ildir ki, təhrik olunmuş müharibə şəraitində yaşayır. Lakin milli liderimiz Heydər Əliyev Azərbaycana ikinci dəfə yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanda ordu quruculuğu geniş yüksət almağa başladı. Hələ 60-70-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik edən milli liderimiz məhz onun təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Azərbaycanda yaradılmasına nail oldu. Və həmin müddətdə çox təzyiqlərə məruz qalmasına baxmayaraq, məhz ulu öndərimiz həmin liseyin Azərbaycanda yaradılmasının təməlini qoydu və bugün Allaha şükürlər olsun ki, Azərbaycan Respublikasının bütün sərhədlərini məhz həmin liseyin və sonra da ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ali Hərbi Məktəbin məzunları böyük şərəf və şücaətlə qoruyurlar. Və bugün də möhtərəm prezidentimiz, Ali Başkanlarımızın rəhbərliyi ilə Azərbaycanın hərbi sənayesi gün-gündən inkişaf eləyir. Mən deyərdim ki, Azərbaycan ordusu nəinki Qafqazda, eləcə də keçmiş SNG dövlətləri içərisində öz qüdrəti ilə, öz ordu təcrübəsi ilə, öz silah sürsatı ilə dünyaya nümunə olan bir ordudur. Və bilirsiniz ki, torpaqlarımızın 20% işğal altındadır. Və hər birimizin həm Azərbaycan ordusunun, həm bütün Azərbaycan xalqının qarşıda duran məqsəd torpaqlarımızın işğaldan azad olunması. Və mən əminəm ki, Ali Başkomandanımızın, möhtərəm prezidentimizin bir əmri ilə bütün hərbi heyət, o cümlədən Tərtər rayonunun bütün əhalisi torpaqlarımızın azad olması üçün daim hazırdılar. Mən bir daha sizin yeni hərbi hissənin yaranmasının il dönümü münasibətində, 23-cü il dönümü münasibətində təbrik edir. Sizə uzun ömür, can sağlığı və növbəti bayramı məhz işğal altında olan torpaqlarımızın azad olunmasından sonra Qarabağ torpaqlarında keçirməyə arzu edirəm. Bayramınız mübarək. Və şəhər icra hakimiyyəti olaraq bir kiçik hədiyyəmiz var. Və mən deyim ki, bu həm də üstə düşür, çünki Ağayev təzə komandir təyin olunub və onu da təbrik edirik. Uzun ömür, can sağlardır və biləsiniz ki, Tərtər rayon icra hakimiyyəti daim rayonumuzda yerləşən ensali hərbi hissələrlə tutamadı olan əlaqə saxlayır və bundan sonra da həmin missiyanı davam etdirəcək. Sağ olun, bayramınız mübarək. Geçmiş hərbi hissənin tabur komandiri vəzifəsində olan Nizami Heydərov. Hörmətli komandir, igid komandirimiz, hörmətli zabitlər, gizirlər, çavuşlar, əskərlər, hörmətli qonaqlar və cənab Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim müəllim. Mən sizin hamınızı bugünkü bu gözəl gündə, yəni bu briqada qəhrəman briqadadır. Bu qəhrəman briqadanın ad günü münasibəti ilə hamınızı təbrik edirəm. Sizin hər birinizə həm dövləti işlərdə, həm mülki işlərdə, həm hərbi işlərində uğurlar və qələbələr arzu edirəm. Hər birinizi salamlayıram və müstəqil respublikamızın Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Tərtər rayon şöbəsinin bütün üzvləri adından, bir sədr kimi öz adımdan, mənim yaxın dostlarım olan əlillər, veteranlar, şəhid ailələri adından
ürəkdən sizi salamlayıram və təbrik edirəm. Əziz hərbçilər, zabitləri, sizin hamınız yaxşı bilirsiniz ki, indi bu dəqiqə biz burada dayandığımız ayağımızın altında olan bu torpaq, o vaxt mənfur ermənilərin yaşadığı Marukşaban deyilən qəsəbələri idi. Və həmin məhz bu briqadanın sayəsində bax bu torpaqlar alınıb və bugün də ermənilərin o vaxt yaşadığı 8 kənd bizim diyarımızdadır. Mən hələ bu briqada yaranmamışdan bu zonada Tərtər Ağdərə istiqamətində döyüşlərdə iştirak edirdim və burada mən deyərdim ki, Azərbaycanın bütün bölgələrindən hərbi hissələr var idi. Mən onlardan yadıma düşənlərdən saymaklarını 2 Bərdə batalyonu, Tərtərin 2 batalyonu, Gəncənin 2 batalyonu, Görünboyun 2 batalyonu, Uzar batalyonu, Salyan batalyonu, Yevlax batalyonu, Bakının 2 batalyonu, Biləcər batalyonu, Qazaq Ağstafa batalyonu, yani bu yadıma düşənlərdir. Burada çox yerdən batalyonlar var idi və mən bu batalyonları birləşdirərək Martın 3'ü 92. ildə həmin bu hissə 703 nömrəli hərbi hissə yarandı. Və onun ilk komandiri indi hal-hazırda bizim Müdafiə Nazirliyinin Qərargah rəisi General Polkovnik Nəzməddin Sadıqov təyin olundu. Və həmin briqada o gündən böyük şərəfli bir döyüş yolu keçdi. Bu briqada müharibə vaxtı 5000'dən yuxarı şəhid verdi. 5000'e qədər əlil oldu burada. Ancaq bu briqada torpaq vermədi, torpaq aldı. Bu briqadanın adına damsı. Və mən burada sizin komandiriniz təyin olan qardaşımız, bu komandirimizin bu günləri Müstəqim müəllim də dedi cənab başçı, təzə təyin olunmağa münasibəti ilə komandir briqada ürəkdən təbrik edirəm. O da məhz bu briqadanın yetişdirilməsində əvvəllər də burada olubdu qərargah rəisi. Onu ürəkdən təbrik edirəm. Və sizin hamınıza məhz o komandirlə başda olmaqla arzu edirəm ki, məhz qələbə sizin adınıza yazılsın. Sağ salamatçılıqla. Bu yaxınlarda biz bir şəhid qardaşımızın Meyras Mahmudovun Azərbaycan bayrağı orderli anım tədbirini keçirirdik və orada onun oğlu durdu çıxış elədi. Dedi ki, mən də atam kimi şəhid olmağa hazıram. Mən ona səhv tutdum. Dedim, sən şəhid olmağa hazırlaşmalı deyilsən. Sən hazırlaşmalısan düşməni öldürməyə, düşməni qırmağa. Siz bu ruhda böyüməlisiniz. Əziz əsgərlər, bunun üstündə nə lazımdır? Ancaq komandirlərin sözlərinə baxmaq, silahı, texnikanı dəqiq öyrənmək, praktikanı, taktikanı tam mənimsəmək, komandirlərin əmrlərini yerinə yetirmək. Və belə bir halda biz mütləq qalib gələcəyik. Ancaq çox təəssüf olsun ki, samınız bir sobaq briqada yarananda bizim kadro və zabitlərimiz demək olar ki, yox idi. Azdı, demək olar ki, yox idi. Bütün biz əsgərləri üstündən seçirdik. Yaxşı döyüşənləri, az çox hərəkət edənləri qoyurduq komandir vзвод, komandir rota, nə bilim nə. Ancaq bu günləri bizim ordumuz hər şeylə, həm hərbi sursatla, həm texnikayla, həm silahla təchiz olub və bütün zabitlər öz postlarında, öz yerlərindədir. Hamısı oxumuş və neçə illərdə praktik cəhətdən inkişaf etmiş zabitlərdir ki, deməli biz indi hal-hazırda Ulu Öndərin davamçısı, bizim İgid və müdürü cari baş komandanımız İlham Əliyev əmri versə döyüş əmri, biz tam ciddiyyəti ilə, mən bunu səmimi deyirəm, qələbə çalacaq. Çünki ordumuz daha mükəmməldir, güclüdür və hər tərəfli inkişaf edirdi. Mən məhz bu qələbəni siz arzu edirəm. Sağlıqla hamınız əsgəri xidməti, əziz əsgərlər, əziz zabitlər, xidmət dövrünü başa vurub sağ salamat evinizə qaydasınız, ancaq qələbə ilə və düşməni öldürməklə, qırmaqla. Mən bir daha sizin hamınızı ürəkdən təbrik edirəm və çıxışımın axırında öz adətimə etibarlı qalaraq Azərbaycan ordusu yerini sizə demək istəyirəm. Azərbaycan ordusu xalqımın qüdrətidir. Vətənimin loğmanı, eşqi, saadətidir. Kilik, mərdlik, qeyrət bu xalqın adətidir. Yaranmalıydı çoxdan. Budur sözün doğrusu. Qoy var olsun, yaşasın Azərbaycan ordusu. Xalqımıza məhəbbətdən yaranıbdı bu ordu. Haqsızlığa, nifrətdən yaranıbdı bu ordu. Cəsarətdən, qeyrətdən yaranıbdı bu ordu. O haqdır, ədalətdir. Heç nədən yox qorxusu. Qoy var olsun, yaşasın Azərbaycan ordusu. Arxadır ordumun hər bölməsi.
Yer üzere ayandır mesleki akidesi, düşmanları sarsılır asker marşının sesi. Galebe çalmalıdır, budur sözün doğrusu. Koy var olsun yaşasın Azerbaycan ordusu. Ben size galebe, düşmanlara ölüm arzuluyorum. Sağ olun. Soyqırımını tanıtma, İşlər Birliği'nin sədri Şamil Sabiroğlu'ya verir. Siz zabit ve askerler, her birinizi bu hərbi hissənin ad günü, yaraması günüməsinə ürəkdən təbrik edirəm. Şamil Sabiroğlu, Xocalı Soyqırım Tanıtma İctimai Birliği'nin sədri, Yeni Yurt Sosial İşlər İctimai Birliği İcrası Direktoru, Ana Hərəkatının baş direktoru, müharibə veteranı, Tərəqqi medalının mükafatçısı. Mənim əzizlərim, bu gördüğünüz torpaqlarda həqiqətən də necə savaş getdiyinə şahid olmuşam, iştirakçı olmuşam. Üzü Drombona tərəf, Aterkə tərəf, Mehmana tərəf, nə qədər işçilərimiz, şəhidlərimiz olub. Siz inanın ki, ölənlə ölürdük, dirilənlə dir. Mən o zaman Azərbaycan Rusu gəzisində çalışırdım. Çox ağır vaxtlardır. Bilinmirdi ki, Tərtər qalacaq yoxsa yox. Həqiqətən də Tərtər bu dönəmdə və Beyləqanla Tərtər bu dönəmdə Azərbaycanın Stalingradı rolunu oynadı. Tərtər qəhrəman şəhər adına layiqdir. Gəlin bu şəhərin sakinləri bir alqışlayaq. Mənim əzizlərim, burada mənimlə çox böyük heyət gəlib Bakıdan, Azərbaycandan, yəni Bakı, Azərbaycan paytaxtı Bakıdan, şəhid milli qəhrəmanımız, fəxrimiz Frida Asımın qardaşı Hacı Ədalət Məhərrəmov, Qarabağ qaisi, 2-ci qrup əlildir. Şəhid milli qəhrəmanımız Səfiyyər Behbudovun bacısı, təşkilat rəhbəri Nabə xanım Behbudova, şəhid milli qəhrəmanımız Tərtərin Hüseyni kəndə dəfn olunan Xocalı şəhidi, 300-dən çox insanı xilas edərək şəhid olmuş Füzuli İslamın bacısı Füqara xanım və digər insanlarımız hər biri çox qiymətlidir və bütün vaxtını, işini sərf edib ona görə ki, bugün sizlə görüşüb həməstə olacaqlar. Təbii ki, arzularımız çoxdur. Gəlin, hər birimiz Ali Baş Komandanın ətrafında birləşib, torpaqlarımızı düşman tapdağından azad etmək üçün hazır olaq. Bu millətə qələbə yaraşır. Qələbə bizim olsun. Sağ olun. Söz verilir, Milli Qəhrəman Asif Məhərrəm adına İnkişaf Fondunun sədrinə Hacı Ədalət Məhərrəmov. Xoş gördük sizləri, əziz əskərlər, zabitlər. Mən də həmkarlarım kimi sizləri hərbi hissənin ad günü münasibətini təbrik edirəm. Bu hərbi hissədə 92-93-cü ildə mən də olmuşam. Mən o vaxtda Ağdamın 708 briqadaydı. Bu briqadanın birlikdə Vəngə kimi getmişik. Vəngin, yəni Xan kəndinin üstünə kimi bu hərbi hissənin əskərləri burada məndən öncə qabaq dedilər. Minlərlə buradan şəhid verib bu briqada. Bura yetişdirib Azərbaycana milli qəhrəmanı Vəzir Orucoğlu. Mən fəxr edirəm ki, onunla çiyin-çiyinə döşmüşəm. Bura yetişdirib böyük insanlar. Həmən insanlar günləri generaldır. O dövrləri Azərbaycan ordusu olmasa da Azərbaycan ruhu var idi. Bugün bu hərbi hissənin olduğu yer belə deyək ki, bizim Azərbaycan torpağıdır, amma erməni kəndi idi. Azərbaycanda Tərtər yeganə şəhərdir ki, erməni torpaqlarının Azərbaycanların torpağını verməyib. Mən sizləri təbrik edirəm. Uğurlar Azərbaycanda bayramlarımız çoxdur. Mən hər bir yerdə, hər bir bu əskərlərin yanında, çıxış edəndə Azərbaycana bir dənə kişilər bayramı arzu edirəm. Qələbə bayramı. İnşallah Ali Baş Komandanın əmri ilə biz ona hazır olmalıyıq. Hər bir bayramımız bizə var. Amma kişilər bayramı yoxdur, qələbə bayramı yoxdur. Sizlərə onu arz edirəm. Yəni siz onlara layiqsiniz. İnşallah Ali Baş Komandanın əmrindən orada bizə qismət olar. Təbrik edirəm sizlərə. Uğurlar olsun sizlərə. Şəhid qardaşı Füzuli Rüstəmovun bacısına Füqara Rüstəmov. Sizi xoş gördük. Bugün sizin 23 yaşınız tamam olur. O gün olsun 50 yaş, 100 yaşınızı qeyd edəsiniz. Və arz eləyirəm ki, siz
Şuşanı alasınız, Xocalını alasınız. Bütün erməni işğalında olan torpaqlarımızı, Qarabağ torpaqlarımızı alasınız. Ancaq şəhid verməyəsiniz. Çünki mən o şəhidliyi görmüşəm. Heç birinizə də arzu eləmirəm şəhid olasınız. Sülh yolu ilə prezidentimiz o torpaqları alsın, sizin də iştirakınızla. Bayraqlarımızı ən yüksək Kəlbəcərdə, Laçında hündür yerə taxmağı arzulayıram Azərbaycan xalqına. Bütün bölgələrdən burada var. Allah Azərbaycan xalqının heç birinə şəhid göstərməsin. Şəhidliyi biz bilirik. Və yenə də deyirəm, Allah sizə uzun ömür, can sağlığı arzulasın. Mən də Tərtər rayonunda anadan olmuşam, Tərtərin Hüsənli kəndində. Qardaşım da Azərbaycanın milli qəhrəmanıdır, o da Tərtərin Hüsənli kəndində anadan olub. Ancaq özüm 5 yaşından sonra Xocalıya köçmüşük və Xocalıda da, Xocalı uğrunda gedən döyüşlərdə də qardaşım şəhid olub. Allah heç kəsə şəhid gətirməsin qapısına. Allah hamınızı salamat eləsin, üstünüzcə olsun, sağ olun. Bir daha təbrik edirəm bütün hamınızı. Hərbi komandanın əmri, nömrə 571. Hərbi hissənin yaranması 23 il dönümü münasibəti ilə şəxsiyyətin mükafatlandırılması. Bugün qürur hissi ilə yaranmasının 23 il dönümünü qeyd etdiyimiz hərbi hissəmizin zəngin və şərəfli döyüş yolu keçmişdir. 1992-ci ilin əvvəllərində erməni daşnaqları öz mənfur niyyətlərini həyata keçirmək məqsədi ilə vətənimizə qarşı azğın təcavüzün kəskin bir vaxtında cəbhənin ən şiddətli ərazisi sayılan, daha doğrusu erməni təcavüzkarların qarşısında alınmaz bir qala kimi dayanan hərbi hissəmizin mart ayının 3-də Müdafiə Nazirinin əmrinə əsasən yaranmış və şərəfli döyüş yolu keçmişdir. Hərbi hissəmizin bölmələri tərəfindən göstərilən qəhrəmanlıq və şücaət bu gün də silahlı qüvvələrin şəxsiyyəti üçün nümunədir. Hərbi hissənin yaranmasının 23-cü dönümü münasibəti ilə döyüş və ictimai siyasi hazırlığında fərqlənən şəxsiyyətin mükafatlanması məqsədi ilə əmr edilir. Rəhli fərmanla tərtib edilsin. Mayor Cəfərov Bayram Eldarov. Daha polkovnik, Leyten Fazlullah tertip olması için geldi. Hizmet edilir. Mayor Abbasov Aydın Hüseyinov. Polkovnik Mayor Abbasov tertip olması için gelmişti. Mayor Talih Velşen Mehmetov. Azerbaycan Respublikası'na hizmet edilir. İlk hizmeti Mayor Cəfərov Rövşən Ziyadov. Gizir Cəfərov Əli Şakitoğlu. Azerbaycan Respublikası'na hizmet edilir. Polkovnik İlkan Çinov Mətləb Sürüddinov. Cənab Polkovnik Leytenant Şirinov tərtib olunmaq üçün gəldi. Leytenant Cəfərov Yusif Şəmsəddinov. Cənab Polkovnik Leytenant Şirinov gelmiştir. Leytenant Əlişov Vaqif Həsənov Rizvan Fərhadov. Əskər Məmmədov Zahir Kərimov. Vətən Çeynəv Rav Əhmədov. Cənab Polkovnik Kapitan sözü tərtib olmak ister. Çavuş Babayev Ruslan Şahadətov. Əskər Musayev Elfak Sadifikov. Əskər Haşimov Elçin Ədalətdinov. Əskər Zeynalov Samir Akimov. Aydınov. Çavuş Əmrullah İlham İslamov.
Tibb xidməti leytenant Mustafazadə Akşin Akifov. Əskər Quliyev Adil Məmmədqulov. Gizir Əhmədov Tərlan İqbalov. Tür elan edilsin. Mayor Rasulov Zahar Abdurrəsimov. Kapitan Quliyev Abil Oktayov. Mayor Çelo Mahir Orzov. Kapitan Abdullayev Bəhrəm Cəbrayilov. Kapitan Mikalov Samir Arifov. Əskər Nəcəfov Mütəllim Eminov. Titav Şahmuradov Bayram Zülfüoğlu. Əskər Nəcəfov Tural Qaralov. Titavuş Məmmədov Mahal Elçinov. Titavuş Abdullayev Yasin Yatıbov. Əskər Cəmbərli Xəyal Rasimov. Əskər Muradov Real Qafqazov. Əskər Atakişiyev Oktay Fəyyazov. Əskər Qalaçiyev Seymur Mürtəzimov. Əskər Qısa müddətli məzuniyyətə göndərilsin. Əskər Paşayev Salih Şərifov. Əskər Məmmədov Emin Ramazanov. Əskər Həsənov Elvin Faiqov. Əskər Kursullu Vüsal Musov. Əskər Fərzəliyev Nicat Mücahidov. Əskər Cəfərov Cəfər Rafiqov. Əskər Talışov Əliyağa Elmanov. Əskər Mirzəliyev Rahim Razimov. Əskər Məmmədov Orxan Rəfailov. Əskər Əliyev Rəsul Ramazanov. Növbəti hərbi rütbə ilə tətbiq olunsun. Əskər Hümbətov Səxavət Kəmranov. Əskər Mehdizadə Əli Vahidov. Əziz zabit və əskərlər, hərbi hissə komandiri yeni təyin olunsa da xəbərimiz var ki, burada çox böyük işlər görülür və ümidimiz var ki, yeni uğurun qələbənin qazanmasında bu hərbi hissədə öz payı olacaq. Təbii ki, əskər və zabitlər hədiyələrimiz var. Biz taborda çıxışlarımızda bu şiir tədbirdə verəcəyik ki, Allah qoysa. Amma bizim təşkilatımızın adından diplomu böyük məmnun Təbüsülan müəlliməni təqdim edən istəyirəm. Alkışlar. Bizim təşkilatımızın adından komandir müavini Vidadi müəllim Əhmədova təqdim etmək üçün Fiqura xanım dəvət olur. Alkışlayaq. Bir də hədiyələrimiz çox böyük maşındadır, biz təqdim elədik təbii ki. Bir də
bizim milli qəhrəmanımızın başçısı Naibə xanım Beyhudov şəhidməsə çox qədi geniş bir insandır, çox əziyyət çəkmiş insandır. Onun da qardaşı haqqında həm film çəkilib, Səfər Beyhudov haqqında. Mən məlumat üçün deyim ki, burada Azərbaycan bayrağı ordendir qardaşım Mustafa Əliyev qalsın ayağa almışdır onu. Onun medallarını siz görün, baxın yaxasına əzbəri. Gör bizdə necə insanlar gəlirlər bura, hamısı belə qəhrəman oğullardır gələnlər, həqiqətən də. Naibə xanım qardaşı haqqında həm film çəkilib, həm kitabı var və cənab başçıya məlumat verim ki, burada iştirak etmək fəxirdir. Məlumat verim ki, Naibə xanım qardaşı Səfər Beyhudovun Xocalı soyqırımından sonra ermənilər əsirlikdə nə bir işgəncə versələr də bir nəfəri satmayıb, sona qədər mübarizə aparıb işgəncələ öldürüblər və ona Azərbaycanın milli qəhrəmanı adı verilib, Bərdət torpağının getirməsidir və Naibə xanım həmin kitabı, filmi cənab komandir Ruslan müəllimə təqdim edəcək. Alqışlaya xahiş edirəm. 23 il dönmə həsr olmuş bitik bağlayıram. Bir savaştan pay ver.